Elhamdülillahi Rabbil alemin və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və ashabihi əcməin və bəd. Və demək biz ikinci uydurma hədisi, zəif hədisi oxumağa davam edirik. Və şeyx hədisi gətirərək deyir ki, hədisdə belə deyilir: "Ya eyyuhən-nas, qad azallakum şahrun azim." Ey insanlar, artıq sizə böyük ay gəlməkdədir, yaxınlaşmaqdadır. Azallakum, yəni yaxınlaşıb sizlərə, kölgə salmaqda. Şəhrun fihi leylətun xayr min əlfi şəhr. O ay ki, o ayda bir gecə vardır ki, 1000 aydan üstündür. Cealallahu siyaməhu faridan. Allah Subhanahu o ayın orucunu fərz etmişdir. Və qiyamu leyləhu tatavvuan, və onun gecələrini qiyamda keçirməyi nafilə etmişdir. Mən taqarraba fihi bi xaslətin minəl xeyr kəmən kənə kəmən əddə fəridatan fimmə sivah. Kim orada bir xoş, yaxşı təqərrüb xisləti ilə, bir əməllə, xeyir əməl işlədərsə, başqa aylarda bir fərzi yerinə getirmiş kimi olar, əda etmiş kimi olar. Və huvə şəhru əvvəluhə rəhmətun. O aydır ki, onun əvvəli rəhmət, və vasatuhu məğfirə. O aydır ki, onun ortası məğfirət, bağışlanma, və əxiruhu ütqun minənlər, və axırı da oddan qutarmaqdır. Və həmçinin bu hədis barəsində Şeyx Salih Fovzana Həfizəllaha sual verirlər və Şeyx Salih Fovzan Həfizəllah deyir ki, bu hədis barəsində Şeyx İbn Baz Rahiməllah zəif olmasını demişdir. Və inşallah burada zəif olma amillərində qeyd edəcəyik. Və çünki Peyğəmbər sallallahu aleyhi və səlləm başqa səhih hədislərə baxda görür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bütün Ramazanı, necə ki, ya bəğiyəl xeyr aqbil hədisində ey xeyr istəyən qəbul et, orada gəlir ki, Allah Subhanahu hər gün oddan xilas etdikləri var. Burada yəni oddan xilas olmağı yalnız axırıncı 10 günə və rəhməti yalnız ilk 10 günə və bağışlanmalı yalnız orta 10 günə, Ramazanın ikinci 10 günlüyünə nisbət olunmuşdur. Və bu da qeyri-səhidir. Çünki Ramazan hamısı rəhmət, hamısı məğfirət, hamısı oddan qurtuluş ayıdır. Və ravahu İbn Xuzeymə fi sahihihi və məhalifi əmyəlihi. Və həmçinin İbn Xuzeymə səhihəsində və məhamili əmyəlihində və Asbahani tərğibində min tərqi Ali ibn Zeyd ibn Cəd'an an Səid ibn Musayyib an Süleyman. Hədisin yolu da Tariq ibn Ali ibn Zeyddən, İbn Cəd'andan və həmçinin an Səid ibn Musayyibdən rəvayət edirlər. Və həzə isnaduhu daif. Bunun isnadı zəifdir. Lidaf Ali ibn Zeyd. Ali ibn Zeydin zəif olduğunun üçün. Qalə İbn Sa'd, İbn Sa'd deyir ki, fihi da'f, onda zəiflik vardır. Və la yuhtəcibə, yəni o hüccət deyildi hədisdə. Hədisdə onun yəni hüccət kimi o hədisini rəvayət etdiyi hədisi hüccət olaraq gətirmək düzgün deyil. Və qalə Əhməd rəhməllah deyir ki, leysə biqavi, yəni güclü deyildir, yəni zəifdir. Qalə İbn Muin rəhməllah da həmçinin deyir ki, İbn Muin daifun, zəifdir. Və qalə İbn Əbi Xeysəmə daifun fi kulli şey, hər bir şeydə zəifdir. Subhanallah. Və qalə İbn Xuzeymə la əhtəcə bihi li su'i hifsi, ondan ehticac etmirəm, yəni dəlil gətirmirəm hədisin, çünki nədir? Hifsinin çox pis olmasından, su-i hifz sahibi olmasından. Kəzə fi təhzibi, necə ki bu təhzib kitabında gəlməkdədir. Və həmçinin vəqal İbn Həcər fi Ətraf, İbn Həcər Ətrafda deyir ki, mədaruhu alə Ali ibn Zeyd ibn Cəddən və bu hədisin dövrü mədarı nədir? Dövr edir Ali ibn Zeyd ibn Cədəndən, o da zəifdir. Və nəql İbn Əbi Hətəm an əbihi fi'ləl hədis, hədisi münkər. Və həmçinin Əbi Hətəm atasından nəql etmişdir və demişdir ki, bu hədis münkər hədisdir. Bu da ikinci hədisdir. İnşallah bir hədisləri deyəcək ki, həmçinin ağır olmasın və həmçinin bilək hansı hədislər zəifdir və bugünə kifayətlənək. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed.